Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə musiqidən imtahanda rastlaşa biləcəyiniz sualların izahını verəcəm. Kanalımıza abunə olub bəyənməyi unutmayın ki, bu izahların ardı gəlsin. İndi isə başlayaq suallarımızdan. Birinci sualımıza baxaq. Kantata İtalyan dilində nə deməkdir? Kantata İtalyan dilində oxumaq deməkdir. A variantına baxaq, əsər opera janrına, rəqs etmək isə balet janrına aiddir. İkinci sualımıza baxaq. Müəllim musiqi dərsində saz alətinin növləri haqqında məlumat verir və deyir, 6 yaşında uşaq sazın hansı növündən ifa edə bilər? A variantımıza baxırıq. Tavar saz 8-9 simdən ibarətdir. Cürə saz 4-6 simdən ibarətdir. Qoltuq saz 6-7 simdən ibarətdir. Sazın 3 növü var. Və buradan da bəlli olduğu kimi uşaq kiçik yaş qrupuna aiddir. Və cürə saz daha uyğun variant olar. Keçək növbəti sualımıza. Üçüncü sualımıza baxaq. Azərbaycanda ilk opera yazan bəstəkar kimdir? A variantı olacaq. Doğru cavab Üzeyir Hacıbəyovdur. Dördüncü sualımıza baxaq. Müəllim 5-ci sinifə balet mövzusunu keçir və soruşur. Rusiyada ilk balet janrına hansı bəstəkar müraciət etmişdir? Rusiyada ilk balet janrına B variantı olacaq cavabımız. Pyotr İliç Çaykovski müraciət etmişdir. 3 baleti var. A variantına baxaq. Mikhail Glinka Rusiyada ilk opera yazan bəstəkardır. C variantında İohann Sebastian Bach isə dahi alman bəstəkarıdır və ən çox polfonik üslubda əsərlər yazmışdır. Keçək növbəti sualımıza. 5-ci suala baxaq. Bunlardan biri intervaldır. İnterval Latın dilində aralıq, məsafə deməkdir. Baxaq A variantına major laddır. B variantına diyez alterasiya işarəsidir. C variantına tersiya isə intervaldır. Üçüncü intervalımızdır. 6-cı suala baxaq. Musiqi lövhələri silsiləsi hansı pyeslə başlayır? Qeyd edim ki, musiqi lövhələri silsiləsi Cövdət Hacıyevin əsəridir və 8 silsilədən ibarətdir. Bu isə gəzinti ilə başlayır. B variantı doğru cavabımız olacaq. Baxaq 7-ci suala. Arif Babayev kimdir? Arif Babayev xanəndədir. 8-ci sualımıza baxaq. Müəllim uğurla muğamlar mövzusunu keçdikdə uşaqlara klassik muğamların birinin dərin kədər hissi bildirdiyini izah edir. Müəllim hansı muğamdan bəhs edirdi? Bildiyimiz kimi 7 klassik muğamımız var və dərin kədər hissi bildirən muğamımız isə Şuştər muğamıdır. Rast muğamı mərdlik, gümrahlıq, segah isə məhəbbət hissi bildirir. Hər bir muğamı dinlədikdə özünün ayrı bir hiss yaradan tərəfləri var. Məsələn, rast muğamını dinlədikdə mərdlik, gümrahlıq hissi canlanır. Şuştər muğamında daha dərin kədər hissi. Və baxaq 9-cu sualımıza. 7 gözəl baletində hansı obrazların adları düzgün verilmişdir? Bəhramşah A variantı olacaq variantımız. Düzgün variant. B variantına baxaq. Şah İsmail operası Müslüm Maqamayevin operasıdır və Şah İsmail obrazı var. Qeys isə Leyli Məcnun operasındakı obrazdır. 10-cu sualımıza baxaq. Bunlardan biri tempdir. Cavabımız C variantı olacaq. Liargo. Növbəti sualımıza keçək. 11-ci suala. La major qammasında neçə işarə var? La major diyezli qammadır
və B variantı doğru cavab olacaq. Fa diyez, do diyez, sol diyez işarəsi var. 3 diyez. Hansı bəstəkar Per Günt dramına musiqi bəstələmişdir? Cavabımız C variantı Edvard Grieg olacaq. 13-cü sualımıza baxaq. Vətən əmanəti mahnısının musiqisi kimə məxsusdur? Şahin Musoğluna məxsusdur. Cavabımız A variantı olacaq. Uşaq xorunda ən zil səs hansıdır? B variantı diskant. Alt qadın, tenor isə kişi xoruna aiddir. Əgər siz bizim musiqi üzrə açılan yeni qruplarımıza qoşulmaq istəyirsinizsə, 055 280 59 24 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Yeni açılan qruplarımıza qeydiyyatımız davam edir. Gəlin davam edək. On 5-ci suala baxaq. Trepak hansı xalqın rəqsidir? Trepak adından məlum olduğu kimi A variantı Rus xalqına məxsusdur. 16-cı sualımıza baxaq. Bənövşə uşaq xoru kim tərəfindən yaradılmışdır? Bənövşə uşaq xoru Əfsər Cavanşirov tərəfindən yaradılmışdır. Düzgün cavabımız B variantı olacaq. 17-ci suala baxaq. Gülçöhrənin ariyası hansı əsərdə səslənir? Gülçöhrənin ariyası Arşın Mal olan operettasında səslənir. Düzgün cavabımız C variantı olacaq. Arşın Mal olan operettası Üzeyir Hacıbəylinin son operettasıdır və ən məşhur operettasıdır. 1913-cü ildə yazılmışdı. 18-ci sualımıza baxaq. Cahangir Cahangirovun Gül Camalım romansının poeziyasını yaradan şairin adı ilə bağlı olan simfonik poema hansı bəstəkarın yaradıcılığındadır? İki bəstəkar da Nizami Gəncəvinin Gül Camalımından istifadə etmişlər. Və bu Süleyman Ələsgərovdur. C variantı olacaq düzgün cavabımız. Keçək növbəti sualımıza. 19-cu suala baxaq. Müəllim ilk baletimiz olan Qız Qalasının şagirdlərdən necə pərdəli olduğunu soruşur. Arif 1, Ayan 5, Səma isə 3 pərdəli olduğunu deyir. Hansı şagirdin cavabı düzgündür? Bildiyimiz kimi, Əfrasiyyət Bədəlbəyli tərəfindən yaradılmışdı Qız Qalası baleti və Azərbaycanda ilk baletimizdir. Bu da Səmanın dediyi düzgün olacaq. 3 pərdəlidir. A variantı olacaq doğru cavabımız və bu suallardan biz imtahanda rastlaşacağıq. Situasiya tipli suallar çox düşür. 20-ci suala baxaq. Şuşanın Dağları mahnısının ilk ifaçısı kim olmuşdur? Şuşanın Dağları mahnısının ilk ifaçısı Xan Şürizqi olmuşdur. Doğru cavabımız B variantıdır. Keçək növbəti sualımıza. 21-ci suala baxaq. Arif Məlikov hansı simfoniyasını Ulu Öndər Heydər Əliyevə həsr etmişdir? 8-ci simfoniyasını Ulu Öndər Heydər Əliyevə həsr etmişdir. B variantı olacaq düzgün cavabımız və bu simfoniya Əbədiyyat adlanır. 22-ci sualımıza baxaq. Ən iri diapazona malik olan orkestr hansıdır? Simfonik orkestrdir. 23-cü sualımıza baxaq. Deliloy Deliliyi dastanı hansı xalqın rəqsidir? Adından da məlum olduğu kimi Türk xalqının rəqsidir. Cavabımız B variantı. 24-cü suala baxaq. Dalğalar operettasının müəllifidir. Görək kimdir? Arif Məlikov. C variantı olacaq cavabımız. 25-ci suala baxaq. Sonuncu sualımızdır. Qara Qarayev hansı illərdə yaşamışdır? Qara Qarayev 1918 və 1982-ci illərdə yaşamışdır. Bugünlük bu qədər. Kanalımıza abunə olub, bəyənməyi unutmayın ki, izahlarımızın davamı gəlsin. Dərslərə də qoşulmaq istəyirsinizsə 055 280 59 24 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
burada qeyd etmişəm. Sağ olun, hələlik.